Salam, hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Sport 103 kollektivi yeni evinizin qonağıdır. Biz bugün Kung Fu idman növü ilə məşğul olan idmançıların zədələrindən və post-travmatik reabilitasiya dövründən danışacağıq. Əziz idman sevərlər, biz bugün Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda Kung Fu idman növü ilə məşğul olan idmançıların zədələrindən və reabilitasiya dövründən danışacağıq. Bu işdə bizə kömək edəcək mütəxəssislər verilişimizin qonaqlarını istərdim təqdim edeyim. Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fizioterapevt, reabilitoloqu Nigar xanım Məmmədova. Nigar xanım, xoş gördük sizi. Və Kung Fu Sanda idman növü üzrə milli komandamızın üzvü, dünya çempionu Elşad Şükürovdur. Elşad bəy, xoş gördük sizi. Nigar xanım, yanında dayandığımız hiperbarik oksigenasiya cihazı ilə bağlı tamaşaçılarımıza ətraflı məlumat verərdiniz. Gördüyünüz barokamera, hiperbarik oksigenasiya aparatı. Normalda atmosfer havasında 21% oksigendən istifadə ediriksə, bu aparatla 2-3 dəfə təzyiq artırılmaqla 100% oksigenlə təminatı təşkil edir bizim üçün. Bu da qanda mayedə oksigenin çoxalması və toxumaların oksigenlə zərginləşməsinə səbəb olur. Ona görə də bunun yəni çox geniş istifadə sahəsi var və bir çox xəstəliklərdə istifadə edə bilirik. Elə bir sıra xəstəliklər demişkən, bu o deməkdir ki, təkcə idmançılarda deyil, qeyri-idman sahəsi ilə məşğul olan şəxslər də müraciət edə bilər, düzdürmü? Onlarda da istifadə oluna bilər. O dediyiniz, sadaladığınız bir çox xəstəliklər hansılardır? Bu təkcə yəni idmançılar üçün deyil, bütün fiziki şəxslər bu aparatdan istifadə edə bilər, yararlana bilər və daha çox geniş istifadə olunan, məsəl üçün, diabet xəstələrində, polineuropatiyalarda, diabetik pəncələrdə çox geniş istifadə olunur. Sağalmayan yaralar, sağalmayan infeksiyalar bu zaman istifadə olunur. Məsələn, xronik yaralardır, bunlarda istifadə olunur. Qulaqda olan eşitmə problemlərində istifadə edə bilirik bunları. Bundan başqa idmançılarda tətbiq sahəmiz necədir? İdmançılara daha çox bərpa prosesində, reabilitasiyada istifadə edirik ki, artıq fiziki yüklənmədən, yarışlardan sonra, məşqlərdən sonra tez-tez travma alan idmançılarımızda həmin o xronik yaraların daha tez sağalması və bərpa prosesinin sürətlənməsi üçün bundan istifadə edirik. Bu cihazın iş prinsipi nədir? Maraqlıdır, diabetik pəncələrə toxunduq. Biz diabetik pəncələr artıq bu aşağı ətraf arteriyaların aterosklerozu nəticəsində formalaşmış, toxumalara qlukozanın, xolesterinin çökməsi hesabına yaranan prosesdə, hansı ki, yara sağalmır, kobud şəkildə desək və ya daha gec sağalır. Bax, bu nə iş görür ki, onlarda? Yəni, normal olaraq burada deməli 2-3 dəfə təzyiqi artırır. Təzyiq artdığına görə oksigeni 100% yəni qana mənimsəməsini təşkil edir və oksigen toxumalara daha çox çatdırıldığına görə yaralar da daha tez bərpa olunur və bərpa sürəti yəni sürətlənir ona görə. İdmançılar məsələn daha çox hansı zədələrdən sonraki post-travmatik, yəni reabilitasiya dövründə müraciət edirlər bura? Hansı zədə olmasını fərq etmir. Daha çox düzdür. Məsələn, təkrarlanan travmalar olan pasiyentlərdə, əlbəttə ki, xronik vaxtda tez-tez məsəl üçün diz travması olur, hamstring zədələri olur, topuq, baldır zədələsi, məsələn, beldə yırtıq olan pasiyentlərdə də məsələn istifadə etmişik. Yəni bunlar uzun müddətli eyni problemlərlə qarşılaşan pasiyentlərimiz var ki, tez-tez eyni zədələr, eyni travma alır və bunlarda xronik zədələr olur. Bağ əzələdə olan yırtıqlarda xronik hala artıq keçibsə, biz buna istifadə edirik ki, reabilitasiyada bizə kömək etsin və bərpa sürətlənsin. Diz oynağının əmələ gəlməsində 3 sümük iştirak edir. Bu oynaq bud sümüyünün kondilusu üzərində olan oynaq sətlə, qamış sümüyünün kondilusu üzərində olan yuxarı oynaq sətin və diz qapağı oynaq sətinin birləşməsindən əmələ gəlir. Bədəndə ən böyük oynaq sət diz qapağı üzərində olur. Diz oynağının əsas xüsusiyyətləri aşağıdakılardır. 1. Mürəkkəb oynaqdır. 3 sümük iştirak etdiyinə görə. 2. Oynaq boşluğunda oynaq daxili qığırdaq, menisklər olur. Menisklər oynaq sətlərini bir-birinə uyğunlaşdırır. 3. 2 kameralı oynaqdır. Menisk hesabına oynaq boşluğu 2 hissəyə bölünür. 4. Oynaq boşluğunda oynaq daxili bağlar var.
Ön və arxa xaça bənzər bağlar. 5. Formaca kondilusa bənzərdir. Oynaq səthlərinin quruluşuna görə bu cür forma alıb. 6. 2 oxuludur. Bu quruluşun sayəsində bükmə açma, bayra və içəri hərləndirmə hərəkətləri mümkün olur. Diz oynağının bağları. Diz qapağı bağı. Diz qapağını saxlayan içəri və bayır bağlar. Ön və arxa xaça bənzər bağlar. Dolama qamış və incik bağları. Çəp və qövsü dizaltı bağlar. Elə istərdim söhbətimizin bu məqamında Elşad bəyin də fikirlərini eşidək. Elşad bəy, xoş gördük sizi. Çox sağ olun. Siz Kung Fu Sanda idman növü ilə məşğulsuz və bir sıra titullarınız, mükafatlarınız var. Əlbəttə ki, bir peşəkar idmançı öz karyerası ərzində zədə alması olmur. Düzdür, zədə üzücü hissədir bir idmanda, amma bir peşəkar idmançının həyatı karyerası boyunca hər hansısa bir zədəsi olur. Ümumiyyətlə zədələrinizdən danışaq. Hansı zədələr almısınız? Zədələr bildiyiniz kimi idmançılar üçün qaçılmaz bir hissdir, yaxud da ki, başımıza gələn bir ağır bir prosesdir. Bu zədələri həkim xanım da bildirdiyi kimi çiyində olur, topuqda olur, müəyyən bir hissələrdə olur. Mən bunu qeyd eləmək istəyirəm ki, bir dəfə dünya çempionatında yarışda məndə belə bir hal baş vermişdi. Bu çənə nahiyəsinə zərbə dəymişdi. Yəni kifayət qədər uzandı. Yəni 2 ay deyərdim ki, yəni çənənin ağız açılmamaq prosesi, yəni çox az baş vermişdi. O da zərbədən, çünki çənə elə bir nahiyədir ki, bu mütləq şəkildə qaçılmaz olur da. 6 ay yəni çəkdi, yəni ən azı. Ondan da qorumaq, əlbəttə ki, bu zədənin düzgün şəkildə yönəlməlidir. Həm həkim, həm özün. Ondan sonra məşqlərə qayıtmaq üçün bunları düzgün şəkildə etmək lazımdır ki, həm sənin karyeranda, həm çıxışlarında uzun müddətli olsun. Yəni qısa olmasın da. Çünki təzədən bir də sən həmin düzgün proses getmədiyi halda zədələrin sağalması məsələsi. Sən bir də qayıtsan məşqə, pis bir halda qayıdacaq da daha bəli. Ona görə bu proseslər düzgün şəkildə formalanıb getsə daha yaxşı olar deyə düşünürəm. Hal-hazırda da zədədəyəm. Onurğanın yanında sinir açılması var. O bilirsiniz ayağa da verir ağrılar. Sinir açılması deyim, hə sıxılması. Bəli. O da təzə baş veribdi. Bizim yarış qabağı inşallah ki bunun o nahiyədə ilk dəfədir belə bir olur zədə. İnşallah ki bunun üstündə hal-hazırda həkimlərimiz sağ olsunlar işləyirlər. Yəni fizioterapiyalarımız, müalicələrimiz, həm də onunla bağlı müəyyən bir məşqlər var. Onları edirik. Bir zaman lazımdır. O zaman ərzində həm də idmançının özündən də çox şanslı, disiplinli olmalıdır. Birisi də qorumalısan, müəyyən məsələləri görməlisən. Hiperbarik oksigenoterapiya xüsusi təzyiq kameralarında xəstənin 100% oksigenlə nəfəs almasına əsaslanan müalicə üsuludur. Bu metod ilk olaraq dekompressiya xəstəliyinin müalicəsində tətbiq edilmişdir. Sonralar aparılan tədqiqatlar göstərmişdi ki, hiperbarik oksigenoterapiya müxtəlif toxuma zədələmələrinin və xroniki yaraların sağalma prosesini sürətləndirə bilir. Onun təsir mexanizmi yüksək təzyiq şəraitində qanda həll olmuş oksigenin miqdarının artması ilə əlaqədardır. Nəticədə toxumaların oksigenlə təchizatı yaxşılaşır, hüceyrə metabolizmi aktivləşir və regenerasiya prosesləri sürətlənir. Bundan əlavə, oksigen yeni qan damarlarının əmələ gəlməsini stimullaşdırır, iltihabi prosesləri azaldır və infeksiyalarla mübarizədə orqanizmin müdafiə qabiliyyətini gücləndirir. Beləliklə, hiperbarik oksigenoterapiya toxumaların oksigenlə təminatını artırmaqla onların bərpasını sürətləndirən və müxtəlif xəstəliklərin müalicəsində mühüm rol oynayan müasir müalicə metodlarından biridir. Nigar xanım, idmançımız hansı şikayətlə sizə müraciət edib? Pasiyentimizdə hal-hazırda özü də dediyi kimi onurğada var idi, protezdə yırtıq kimi problemləri var. Amma bundan əlavə də pasiyentimizdə həm də əlavə başqa travmalar da olub. Ona görə də digər fizioterapevtik prosedurlarla yanaşı, həm də hiperbarik oksigenasiya edirik ki, bərpa dövrünü sürətləndirə bilək.
İndi bu prosedur nə qədər davam eləyir və bu bir kurs müalicənin müddəti nə qədərdir? Kurs müalicə təxminən 10 gün çəkir. Burada aparatda fərqli rejimlər var. Yəni rejimlərə əsasən onların müddəti də fərqlidir. Belə ortalama 45 dəqiqə, 60 dəqiqə prosedur çəkir, yəni vaxt aparır. Bir növ hiperbarik oksigenasiya həm də qan dövranını tənzimləmək üçün, nizamlamaq üçündür, qaydasına salmaq Əlbəttə üçün. ki, qan dövranı yaxşılaşır ümumilikdə və qan dövranı ilə oksigenin toxumaları çatdırılması sürətlənir və daha çox, yəni 100% təminat olunur. İdmançımız hal-hazırda hiperbarik oksigenasiya cihazındadır və prosedur yavaş-yavaş yekunlaşır. İdmançımızın da fikirlərini eşidək. Elşad bəy, prosedurdan sonra özünüzü necə hiss edirsiniz? Yeni gəlmişik, bir 3 gündür prosedurda davam edirik. Əlbəttə ki, irəliləyişlər var. Qarşıda sizi yarışlar gözləyirmi? Əlbəttə ki, qarşıda bizi Avropa Dünya çempionatı var. İnşallah ora hazırlaşırıq və elə bu günlərdə reabilitasiya mərkəzində biz sizin kimi dəyərli həkimlərimiz kimi bizim zədələrlə məşğul olan, vaxtlarını, zamanlarını xərcləyən həkimlərimiz var. Onlara da təşəkkürümüzü bildiririk. Bu zədələrimizi tez bir zamanda bərpası üçün əllərindən gələni eləyirlər. Yeni avadanlıqlar olmağı daha yaxşıdır ki, həmin bu proseslərin tezləşdirmək üçün, zədələrin sürətli sağalmaq üçün inşallah ki, yaxşı olar və biz Azərbaycanın bayrağını tək mən yox, bütün idmançıların arzusu, niyyətidir ki, Azərbaycanımızın bayrağını daima beynəlxalq arenalarda yüksək zirvələrdə dalğalandıraq inşallah. Nigar xanım, verilişimiz yekunlaşır yavaş-yavaş. İstərdim bir idmançı zədələnmə riskini aşağı salmaq üçün nələrə diqqət eləməlidir? Bu sualın cavabını tamaşaçılarımıza verərdiniz. Əlbəttə, idmançılar üçün yuxu, qida rejimləri çox önəmlidir. Bundan başqa onlarda məşq proqramları zamanında həm də istirahətə də üstünlük verməlidirlər. Yəni düzgün məşqlərdən öncə isinmə hərəkətləridir, düzgün məşq proqramı, məşqdən sonra istirahətdir və bununla yanaşı da yuxu, qida rejimi hamısı tarazlıqda olmalıdır və bundan başqa da zədə olduqda həkimə vaxtında müraciət etmək və həmin reabilitasiya proqramına, müalicəyə düzgün riayət etmək onlar üçün zədə riskini həm azaldır, həm də zədələrin qarşısını tez almağa kömək edir. Fiziki aktivlik sağlamlığın vacib şərtlərindən sayılır. Fiziki aktivliyin az olması çəkinin artımının, eləcə də bəzi zədələrin yaranmasının əsas risk faktorlarından biridir. Dinamik həyat tərzində qidalanmaya xüsusi diqqət etmək lazımdır. Gündəlik qida rasionunda vitamin mineral kompleksi də olmalıdır. Bu mikroelementlərin bir qisminin insan orqanizmindəki iş prinsipinə nəzər salaq. A vitamini həzm və tənəffüs sisteminin funksiyasına təsir edir. O, immun sisteminin güclənməsində olduqca faydalıdır. Kartof, yerkökü, brokoli kələmi, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və taxıldan hazırlanan bir sıra qida məhsulu A vitamininin əsas mənbəyidir. B6, B12 vitamini, mis, fol turşusu və selenlə zəngin qida məhsulları immun sisteminin gücləndirilməsində xüsusi əhəmiyyətlidir. Qeyd edək ki, taxıl, yağsız ət, balıq və digər dəniz məhsulları B12 vitamini ilə çox zəngindir. C vitamini isə anticismlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrinin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur. Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitki, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir. Qızıl balıq, pendir və yumurtanın tərkibində D vitamininin miqdarı yüksəkdir. Y vitamini güclü antioksidantdır. Həmin vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar. Elşad bəy, bir peşəkar idmançı kimi sizin də tövsiyələriniz önəmlidir tamaşaçılarımıza, həm idmanla məşğul olanlara, həm də həm peşəkar səviyyədə idmanla məşğul olanlara, həm də həvəskar şəkildə hər hansısa bir idmanla məşğul olan
şəxslərə öz tövsiyəniz nə olar? Zədələnmə riskini necə aşağı salsınlar? Zədədən özlərini necə qorusunlar? İlk növbədə yuxudur, qidalanmadır. Buna qidalanmaya vitamin də aiddir və düzgün isinmə hərəkətləridir, mütləq şəkildə isinmə hərəkətləri olmalıdır. Çünki isinmə hərəkəti olmadığı halda məşqlərə başlayırsansa, burada əzələlərdə dartınmalar da olur və başqa bir zədələr və ya xroniki zədələr, ən pis xroniki zədələrdir. Çünki davamlı əziyyət çəkirsən. İdmançı ilk növbədə güclü yox, sağlam olmalıdır ki, sağlamlıq olduğu halda hər bir şeyə nail olursan. Mən bütün idmançılara uğurlar arzulayıram. İnşallah ki, zədədən uzaq olsunlar, düzgün qidalansınlar, düzgün idmanların düzgün yöndə aparsınlar və hər kəsə dediyim kimi uğurlar arzulayıram. Çox sağ olun Elşad bəy, Nigar xanım, hər birinizə minnətdarıq. Gəldiniz, maarifləndirici söhbət elədiniz və tamaşaçılarımız da sizin məsləhətlərinizi dinləyib, əlbəttə ki, sağlam həyat tərzinə başlayarlar, başlayanlar isə o yollarında böyük həvəslə davam eləmiş olarlar. Minnətdarıq sizə. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Sağollaşmazdan öncə çəkilişdə göstərdiyi köməyə görə Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna dərin minnətdarlığımızı bildiririk. Sport 103-ü izləməkdə davam eləyin. Sport 103-ü izləyin ki, 103-ə zəng eləməyə ehtiyac qalmasın. Gələn görüşədək hələlik.